Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Göy Qurşağının Rəngləri adlı Hind nağılını danışacağam. Çox qədim zamanlarda insanlar və pərilər eyni dünyada yaşayırdılar. Amma bir-birinin aləminə qarışmırdılar. Təbii ki, pərlərin dünyası çox gözəl idi. Bu dünyada ağla gələ biləcək hər şey var idi. Amma bir şey yox idi. Rənglər. Qar kimi ağ pərilər pambığa bənzəyən incə dünyalarında ağappaq oyuncaqları ilə əylənirdilər. İpək kimi zərif səsləri ilə mahnılar oxuyar, bəyaz buzların üzərində sürüşüb rəqs edərdilər. Hər şey çox gözəl idi. Amma bir müddət sonra pərilər üçün bu gözəl aləm adiləşdi. Gözləri ətrafdakı ağappaq və yumşaq gözəlliklərə adət etmişdi. Artıq fərqli şeylər istəyirdilər. Əlbəttə, onlar rəng deyilən şeyin nə olduğunu bilmədikləri üçün əslində dünyanı rəngarəng görməyə can atmalarından da xəbərləri yox idi. Günlərin bir günü Pərilər Sultanının qızı Bicili digər pəri dostları ilə birlikdə oynayarkən ağlına yeni bir oyun gəldi. Gəlin yarışaq, görək kim daha çox uzağa uça biləcək. Pərilər billur qanadlarını çırparaq havaya qalxdılar. Buludların üstünə yüksəlib uçmağa başladılar. Pərlərin qəhqəhə dolu gülüşləri göy üzünə yayıldı. Hər şeyi unudub çox uzaqlara getdilər. Hava qaraldığı üçün artıq geri dönə bilməzdilər. Buna görə də gecəni həmin yerdə keçirməyə qərar verdilər. Ay işığı dağların ətəklərindəki ağ buzları işıqlandırarkən onlar da bir mağara tapdılar və bir-birlərinə sığınıb yatdılar. Səhər hava işıqlananda ətrafda yaşayan quşların cəhcəh səsinə oyandılar. Mağaradan çıxanda isə gözlərinə inanmadılar. Günəş artıq üfüqdən boylanaraq qızılı şəfəqləri ilə göz qamaşdırırdı. Meşələrdə yaşılın min bir çalarını əks etdirən ağacların budaqlarında rəngarəng quşlar uçurdular. Ağacların arasından süzülən gümüş rəngli çayın sularında al-əlvan balıqlar oynayırdı. Çəmənlərdəki cazibədar çiçəklərə qonan kəpənəklərin qanadları dünyanın bütün rəngləri ilə bəzənmişdi. Beləliklə pərilər rəng deyilən bu qeyri-adi şeylə orada tanış oldular. Əlbəttə bu barədə dərhal öz ana-atalarına da söyləmək istəyirdilər. Amma rəngləri heç tanımayan birinə onu necə izah edəcəklərini bilmirdilər. Odur ki, müzakirəni saxlayıb onlar üçün narahat olan ailələrinin yanına yola düşdülər. Bir müddət sonra qar kimi ağ dünyalarına geri çatanda artıq rənglər haqqında ailələrinə heç nə deməyəcəklərini bilirdilər. Rənglər barədə heç kəsə danışmadılar. Amma öz dünyalarının darıxdırıcı ağlığına da bir müddət sonra tab gətirə bilmədilər. İnsanların dünyasının rəngləri üçün çox darıxırdılar. Yenidən ora necə gedə biləcəklərini düşünərkən birdən əllərinə belə bir fürsət keçdi. İnsanların dünyasında yayın sonunda təşkil olunacaq şənliklərdə iştirak etmək üçün sultandan icazə aldılar. Başqa dünyadakı böyük şənlik onların ən böyük ilahəsi olan İndra'nın sarayında başlayacaqdı. Pərilər də saraya gəldilər. Amma əyləncə başlamazdan əvvəl belə bir mərasim keçirildi. Hamı İndra'ya hədiyyə təqdim edirdi. Zavallı pərilər insanlar dünyasının adətlərini hardan bilərdilər ki? Özləri ilə heç bir hədiyyə gətirməmişdilər. Nə edək? Necə edək? Vəziyyətdən necə çıxaq? Deyə düşünərkən də Bicillinin ağlına belə bir çıxış yolu gəldi. Biz çox gözəl mahnı oxuyub rəqs edirik. Özünüz görəcəksiniz ki, ilahə necə sevinəcək. İnsanlar dünyasının ilahəsi musiqidən və rəqsdən elə zövq aldı ki, heç vaxt eləmədiyi bir şey etmək istədi. Yəni, özü hədiyyə vermək istədi. Bu çox uzaqlardan gələn pərilərin nə istədiklərini soruşdu.
Qızlar xeyli düşünüb daşınandan sonra İlahədən onların da dünyasına rəng bəxş etməsini istədilər. İlahə də sehirli fırçasını göy üzündəki yağış buludlarına doğru uzatdı. Pərilər öz ölkələrinə qaydanda yağış kəsdi. Boz buludlar çəkildi. Birdən buludların arasından o günə qədər heç görmədikləri rəngarəng bir qurşaq çıxdı. İlahə İndra'nın paltarının üstündəki rənglər indi göy üzərində yerləşirdi. İndra'nın göy qurşağı pərilərin dünyasına beləcə rəng qatdı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.